videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyicilerimiz, hoş gördük hər birinizi, hər birinizin hər vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, bu günləri nənəmizə bazarlıq eləmişik, bütün meyvələrdən almışam və gözəl qardaşlarımız pul göndəribdir ki, nənəmizə bir dənə bazarlıq eləyib apararsan. Çox sağ olun, Allah hər birinizdən razı olsun və mən də gəlmişəm Şirvanlıda Topağaç deyilən bir restoran var, bax oradayam. Nənəmizə qəşəng kebab çəkdirib aparıram. Allahın izni ilə videomuz davam eləyir. Videomuzu hər bir kəsdən xahiş eləyirəm. Videomuza baxarkən videomuzu bəyənin. Deməli, gözəl izləyicilərimiz, Şəkidən Allah bəndəsi 1000 rubl göndərib, adının çəkilməyini istəmir və mənim gözəl balaca əmim, Polad əmim, Allah ömür versin, elə Polad babası kimi kişi olsun. Deməli, Polad əmmin nəvəsi 1000 rubl, balaca Polad 1000 rubl, Kamal qardaşım, Allah balalarını gözünə çıraq eləsin, Allah canını sağ eləsin və Ülviyə bacımız, təşəkkür edirəm, Əzər qeyrətli bacım, 1000 rubl. Mənim gözəl dostum, Surgut şəhərindən Ramik qardaşım, 1000 rubl. Allah 1000 əvəzin versin. Və bir gözəl babamız, nəvələrinin adından 1500 rubl göndəribdi. Onun 1000 rublunu nəliyə deyir, kebab apararsan. Və 500 rublunu da maşınına yanacaq dökərsən. Çox sağ ol. Və mənim gözəl xeyriyyətçi qardaşım, Hacı Salih qardaşım, təşəkkür edirəm sənə. Hacı Salih qardaşımız da 2000 rubl göndəribdi. Allah cibinizə bərəkət versin. Videomuz çox maraqlı olacaqdır. Videomuzu sona qədər izləyin və kolxozun like-ını gözləyirəm sizlərlə. Değerli izləyicilərimiz, gözəl qardaşımız bax kebabı qoyub üstə. Hoş gördük qardaş. Allah'ın canı var olsun. Allah canını sağ eləsin. Allah onun pulunu göndərən qardaşların qazancına, bacının qazancına bərəkət versin ki, bax elə nənəmizi yaddan çıxartmırlar. Nənə deyir bir dənə də buyruq. Qazanalım. Nənəmiz deyir ki, bir dənə də buyruq gətir. Aparaq da ürək istəyir. Tək tənha nənədir valla. Ona elənən yaxşılıqlar and olsun Allaha. Belə bir ki, nə bilim, dünyanın ən xoşbəxt adamlarısınız ki, bax elə ehtiyacı olan, kimsəsiz, tək tənha qalan nəhayət nənəmizə yardım edirsiniz. Onun duaları hər zaman sizlərə kömək olsun. Kebabımız da üstəlik, görürsünüz də. Allah bax bu restoran sahibinin də canı sağ eləsin. Gözəl ağsaqqallı elgizəmimiz, Allah canı sağ eləsin. Həmişə bax gəlib buradan kebab aparıram. Hamısında aşağı qiymətdən hesablayışdılar həmişə. Gözəl izləyicilərimiz, kebabımız hazırdır. Allah da sağ eləsin. Gözəl ağsaqqalımız. Allah sənin ömrün uzun eləsin. Sağ olun. Çox sağ ol. Kebabımız da gözəl izləyicilərimiz. Var olun. 28 manat eləyirdi. Ağsaqqal deyir ki, 25 manat eləyəsən. Sağ ol. Allah köməyin olsun. O işi yaradanların hamısı sağ olsun. Sağ ol. Allah sağ olsun. Rusiyada yaşayan olanların hamısı Allah var eləsin. Amin. Tümende de beni kim tanıyorsa, tanımasa da hamısına çoxlu salam deyirəm. Sağ ol. Tümende bir 10 il yaşamışam. Elə biləm məni, orada tanımayan yoxdur məni. Cavan kadrlar demirəm, amma yaşlılar hamısı tanıyır. Allah hamısını var eləsin, sağ olsun. Tümende çox izləyicilərimiz. Allah qürbətdə yaşayan ümumi Azərbaycanlılarımızı qorusun. Allah səni də var eləsin. Sağ ol. Vasitəsi sənsən, köməkli eləyən əsas. Sağ ol. Elə sənsən, sən yaradın. Çok sağ ol. Allah sənin rızanı ispat eləsin, ömrün uzun olsun. Kebabçı qardaşım, bu da sənin 25 manat. Sağ ol. Sağ ol. Allah köməyin olsun. Allah canınızı sağ eləsin. Videomuz davam edir. Cizəbədə qalın, gözəl izləyicilərimiz. Dəyərli izləyicilərimiz, indi isə gəldim, çıxdım. Bərdə rayonunun Xan Ərəf kəndinə, nəhayət nənəmiz ilə. Deməli, gözəl izləyicilərimiz, Nağıyev Polad qardaşımız Moskvadan 500 rubl göndərib. Təşəkkür edirəm qardaş. Və Sabirabadlı Elnur qardaşım öz minnətdarlığımı bildirirəm. Çox sağ olsun. 1500 rubl göndəribdi. Və
Elə yol gələrkən deməli Allah canı sağ eləsin. Nərgiz bacımız da təşəkkür edirəm. Allah min əvəzin versin. 30 manat göndərdi ki, onu da nəhayət nənəmiz üçün. Çox sağ ol bacım. Allah min əvəzin versin. Və gözəl izləyicilərimiz, 30 manatlıq bazarlıq eləmişəm. 25 manat vermişəm kebaba. Gözəl izləyicilərimiz. Cəm şəkildə 9500 rubl idi. Onun 500'ünü mənə göndərib yanacaq pulu deyə. Çox sağ ol. Allah canınızı sağ eləsin. 9000 rubuldur gözəl izləyicilərimiz. 25 manat kebaba vermişəm. 30 manatlıq mermeyvi almışam nənəmizə. Və 25 manatlıq da mal əti almışam. Allah canınızı sağ eləsin. 10 manatda maşınımıza yanacaq vurmuşam. 70 manatında pul şəklinə opşi puldan qalan 70 manatdır. Pul şəkildə onu verəcəm və 30 manatda Nərgiz bacımız göndərdiyini. Təşəkkür edirəm. Videomuzu izləyin. Dəyərli izləyicilərimiz, videomuz davam eləyir. Videomuzu sona qədər izləyin. Nənəmin saxsağanı 100% bir qırıldıyıb. Ay nənə, gəl də nənə. Nənə, sadəcə eşet çiyələ alıb gətirmişəm. Çavaf çəkdirib gətirmişəm. Mal əti almışam. Pomidor, piyaz, təndir çörək, mermeyvə. Sağ qurban ol. Sağ ol, nənə. Balalarınıza qurban Sağ olun. ol, ay nənə. Allah köməyiniz olsun. Qarşıdan gələn 1 ay bayramınızı ürəkdən təbrik edirəm. Çox sağ ol, nənə. Allah çox köməyiniz olsun. Allah hamınızı var eləsin. Sağ ol, nənə. Allah Teala hamınızı belə ümid yer eləsin. Nənə. Can, qardaş, can. Nənə, Sən bir- mənim qardaş payımsan, Həqani Bir müəllim. dənə ma söz deyilib, onu deyim sağ. De. Hə, büyünlərim. Hə. Çox sağ olsunlar. Hə, bax Gözəl şimdi- qardaşlarımız, bacılarımız pul göndərib ki, nənəmizə apar bazarlıq elə. Və orada bir baba var. Hə, Adını başına- çəkilməyən istəmir. İstəmir. Deyir Olar, nəvələrimə adına dua eləsin. O Bax, nəvələrin, cavab çəkdirib gətirir. nəvələrinə qurban olum. Allah Teala belə nəvələrinin Xudabənd aləmdən istəmişəm, şəfasını o bir Allah versin. Amin, nənə. Allah şəfaların versin. Amin. İlahi belə köməyiniz olsun. Allah belə nəvələrini sana doyuncaq versin. Amin nənə. Amin. Böyüsünlər böyük oğlanlardan olsun. Nəvələrinə toy elə ginən. İlahi Amin. özü belə köməyiniz olsun. Nənə. Allah hamınızı ümid yer eləsin. Nənə qurban. Qəşəng cavab çəkdirib gətirmişəm. Yeyəsən. Sənə qurban olum, Xəqani Mal əti müəllim. almışam. Qoy xala demliyə. Sənə Təndir gözlərim çörəyi qurban. almışam. Sənə Çiyələklə gözlərim qurban. çiyələk Nuvar yeyəsən almışam. Nuvar elə. Neçə Hamınıza dənə nuvarlar. qurban olum. Mənə qoy elə mən də nuvar eləyim. Sənə qurban olum. Hələ mən də nuvar eləməmişəm. Nüvar Mənə nə? yəs olun, nüvar yəs olun. Sağ olun, Allah qardaşlar. hamınızı ümid yer eləsin. Kasıfların Allahı həmişə köməyiniz olsun. Amin. Var olun. Çox sağ Amin, olun. nənə. Allah köməyiniz olsun. Xəqani müəllim, Allah belə səni var eləsin. Allah belə dostlarını, Sağ ol, nənə. belə xeyirxah əllərinizi var eləsin. Halal pulunuzu Allah çox eləsin. Belə məni çox Nənə, bir də istəyənlərə bilirsən- qurban olum. Hacan. Bir də bilirsən kim göndərib yardım? Bəli. Balaca Polad əmim. O Polad əminə. O balaca Polad əminə qurban olum. Xəqani müəllim. Kemal Böyüsün, Mirrubul böyük göndərib ki, oğlanlardan nəniyə? olsun. Birinci elə Kemal qardaşım göndərdi. Payınız Bu, çox olsun. Əli yüzlü. Payınız çox Sağ olsun. olsun. Öpürəm hamınızı. Öpürəm sizin əllərinizdən. Öpürəm külfətinizin üzündən. Sağ ol, nənə. Öpürəm balalarınızın gözlərindən. Hamınızın əllərinizdən öpürəm. O Sağ ol, xeyirxah nənə. əllərinizə qurban olum. Allah halal pulunuzu çox eləsin. Amin. Amin. Hamınızı çox istəyirəm. Hamınızın nənənizəm. Sağ ol, Siz nənə. olmasanız mən neynərəm? Neynərəm sözüm? Ha. Hamınız sizsiniz. Aynen. Hacan. Sağsağanla var. Dünəndən, nənə qurban, indi də Dünəndən qırıldı. qırıldıyır. Sənə qurban olum, Xəqani müəllim. Allah ölənizə rəhmət Qurbanlığın eləsin. olsun, elə demə, nənə. Öpürəm hamınızı. Sağ ol nənə, sağ ol. Allah Taala sizi qədadan, bəladan uzaq eləsin. Amin, O nəvələrinizi sizə doyuncaq versin, Amin. doyuncaq, doyuncaq. Amin, amin, nənə. Doyuncaq sizə qurban olum. Amin, sağ Çox olun. sağ olun, var olun. Öpürəm hamınızı. Nənə, Haydi, qoy çörəkdən də. yığılan pulumuzdan baba 70 manat birdi. Onu qoy evə özün ürəyin nəsə istəyəndə, mən gəlməyəndə, burada olmayanda ged al. Yaxşı. Yaxşı. 30 manat da birdi. İndi 30 da Əlləriniz var olsun. Bu pulu göndərənlərə sizə qurban olum. Sağ ol nənə, elə demə. Öpürəm sizin halal pulunuzdan. Allah var eləsin. Sağ ol, Allah nənə. canınızı sağ eləsin. Sağ ol. sağ Mənim ol. dualarımı Allah eşidir.
Qaz pulu verəcəm, işıq pulu verəcəm. Belə çörək alacam, çörək. olun. Belə hamınıza Nənə. canım qurban. Başınıza dolanım. Çox sağ olun. Nənə Haycan. boş qabım var, gətir çavabdan. Var nənə qurban. Ye. Var, qoy açım o doy. Nənəm getdi boş qab gətirək çavabımızı isti. Nənə bala yeyək. Nənəmizdir, nənəmiz. Allah nənəmizə dəyməsin. Allah Taala bax bu evi, bu nəniyyət tikənlərin canını sağ eləsin. Ruzilərin, bərəkətlərin bol eləsin. Bax nənəmiz gördüyünüz o evdə qalırdı. Görürsüz? İndi şükürlər olsun Allaha. Nənəmiz gözəl bir şəraitdə yaşayır. Allah bu evdə maddi, mənəvi, zəhməti olan hər bir kəsin canını sağ eləsin. Allah Bərdəli Tural qardaşımızın da canını sağ eləsin. Allah hamısının ruzisini, bərəkətin bol eləsin. Nənəmin nə geçir, sarf et qasıma. Allah Nənə, canınız- bunda Ne- Nərgiz bibim göndərib Sən sağ. sənə qurban olum. Ha, qardaş payım. 30 Ha, manat. qardaş payım, belə var ol. Çox sağ ol. Öpürəm xanım əllərinizə. Öpürəm abəylər əllərinizdən. Öpürəm sizi belə bağrıma basıram. Heç vaxt məni unutmayın. Mən də sizi heç vaxt unutmayacağam. Unutmayan dualarım Allah Taala sizə həmişə kömək olsun. 100 yaşayın. Çox sağ olun. Var olun, var olun. Nənə. Nənə iyi qadaram. Mən bu evdə tək qalmışam. Cavabı nənə. istəyir. Tək canım sizə qurban, tək canım sizə qurban, tək canım belə sizə həmişə kömək olsun. Belə kasıb Allah özü sizə kömək olsun. Amin. Kasıbların Allahı üstünüzə yar olsun. Amin nənə. Ümid yeri olun, ümid yeri. Ümid Sağ ol, yeri. sağ ol nənə. Sağ olun. Sağ ol nənə. Hacı, Aç bunun ağzını istiye çavabı. yaxşı nənə qurban, yaxşı. Qurban, Geçək. hə? Quyruq Qardaş, deyirdim. Bax, quyruq da deyirdim, pişirdim. nənə qurban. Çək, arxayın, geçək. Quyruq deyirdim, nənə Ye. qurban. Doyunca yeyəcək. Al. O günü getdiyin kebab, nənə qurban. Ha, baba quyruq. Elə onun üstündə ürəyim toxtaqdı. Ye Toxta nənə. ürəyim sizə qurban. Ye, halal xoşun olsun. Allah bunun pulunu göndərən qardaşlarımızın, Elləriniz var olsun. bacılarımızın hamısının canını sağ eləsin. Allah ölənlərinə rəhmət eləsin. Allah ömürlərinə bərəkət versin. Allah malına, mülkünə bərəkət versin. Səni ki sevindirirlər, səni ki bax belə yardım eləyirlər. Allah hamısının qazancını bol eləsin. Ruziləri, bərəkətləri bol olsun. İlahi köməyiniz olsun. Ürəyim Sağ ol, nənə, toxtadı. sağ ol. Ağzınız şirin olsun. Allah Taala belə sizi ümid yer eləsin. Ürəyim Sağ ol, toxtayan ürəyim sizə qurban. Balalarınıza qurban Mən olun, balarınız. stol var gətirdim. Qoy nənə qurban. Stol gətirdim. Qoy Qoy mən nənə yanına qurban, gətirdim. nə otur. qəşəng Necə gəlin. buradan otur. Yox. Hər gələndə Nəsə ma pişir. kebab pişir gətir. Nənə qurban. Yaxşı nənə, yaxşı. Sana qurban olum. Xəqani mənim. Elə demə nənə, qurban olum. Mənə ən çox kebab O gətir. nənə nə Şor. qəşəng suya Şor al toxuş. gətir. Nənə qurban. Nənə, nə qəşəng. Hə, qəşəng, qəşəng günüm, belə qəşəng günümüzə qurban olub. Bunu qazanan əlləriniz, o deyil payınız o qəlbidə. Öpürəm hamınızı, var olun. Sağ ol nənə. Allah hamd olsun ən böyük sabahdır. Kasıbın kimsəsizsin, ehtiyacı olan insanın ki qarnını doyurursan. Allah, ən böyük sabahlar elə bax bunlardır. Nənəmizin bu günlərim ürəyi istədiyi qədər yeməyin yiyəcək. Allah göndərən qardaşlarımıza, bacılarımıza Sana can canım sağlığı qurban. versin. Bunu qazanan əllərinə qurban olum. Ay qardaş. Ay qardaş, sana canım qurban. Tək qalan canım sizə Səndə qurban. çörək istidir, bax. Əlin tək. Tək qalan canım sağ qurban. Açdım. Hamınıza qurban olub, hamınıza. Qəşəng Nə qəşəng yumşaq. çörəkdir, ay nənəm qurban. Elə Allah Qəşəng köməyiniz olsun. Sağ ol, nənə. Bərəkətinə qurban olun, bərəkətinə qurban olun. Qardaş, öpürəm o xeyirxah əllərinizə. Sağ ol, nənə, Xeyirxah sağ ol. əlləriniz var Halal olsun, xoşun var olsun, olun, nənə. var Halal- olun. halal xoşun olsun. Allah Taala balalarınızı sizə doyuncaq Amin, versin. amin, nənə. Səqəni mənim, Amin. gələndə baxmana həmişə belə isti kebab gətirsən Allah. Mənim gözüm üstə, nənə. Halal xoşun olsun, ye. Nənə qurban, ye. Yo, ye, nənə. Mən Ye, başına çörək dolam. yeyib Sən də ye, gözüm görsün. çörək yeyib gəlmişəm mən, ye. Halal xoşun olsun. Sana qurban olum, əllərinizə qurban olum, öpürəm əllərinizdən. Sağ ol. Allah Taala belə stolunuzun üstün bax belə yağlı ballı eləsin. Amin, Can amin. sağlığına, can sağlığına. Amin, Sizə uzun amin. ömür, can sağlığı arzulayıram. Sağ ol nənə. Gözəl izləyicilərimiz, Allah hər birinizin canınızı sağ eləsin. Bax, nənəmiz yaşadığı yeri sizlərə göstərdim. Yəni bizim vətənpərvər, xeyirxah Azərbaycanımızın mərd insanlarının sayəsində bu ev tikilibdir. Nənəmiz
18 ildir, 18 ildir ki nənəmiz gördüyünüz bax bu üstü olmayan evdə qalıb. Buyurun baxın. Bax 18 il nənəmiz burada qalıb. 18 il. 18 il orada qalıbdı. Nənəmiz 8 ildir ki bax bu çırpını yığıb bura. Nazim babanı gözləyir ki, Nazim baba gələndə bunu kodlayacağam. Bunu yandıracağım. Nazim baba ilə kebab çəkəcəm burada. Amma Nazim baba heç gəlmir ki, gəlmir. Yəqin gələr. 8 ildir nənə yolunu gözləyir. Ay Nazim baba, gəl çıx da ayna. Hə, dəyərli izləyicilərimiz, nənəmizə 100 manat da pulu verdik. Bazarlığını elədik, gətirdik. Allah göndərən bazı qardaşlarımızın canını sağ eləsin. Öpürəm hər birinizi bir balaca qardaşınız kimi. Allah qazancınıza bərəkət versin. Çəkilişimizi burada yekunlaşdırdıq. Allah var eləsin sizləri. Sağ ol nənə, halal xoşun olsun. Halal xoşun olsun. Allah bir yardımı göndərən bacılarımızın, qardaşlarımızın canın sağ eləsin, nuş olsun, halal xoşun olsun. Yaxşı yol, nənə qurban. Sağ ol nənə. Allah köməyiniz olsun. Sağ ol nənə, sağ ol.